Mercedes bazarında bugün vəziyyət necədir? Dostlar, bilmək istəyənlər diqqətli olun. Salam dostlar, hər vaxtınız xeyirli olsun. 8 iyun 2025-ci il Sumqayıt avtomobil bazarı və maraqlı avtomobillər daxil olub bugün də bazarımıza. Sevmədiyim yolları sevdiklərim üçün keçdim. Allah səbir versin. Neçəyə satmaq fikrindəsiz? Yox, cansızdır. Nə qədər? 8700-ə. Bu nədir? Bez detaldır. Detal dəyişikliyi olunub, etiketlənmiş və belə bir vəziyyətdə vaz çıxardıblar. Biləsuvardan gəliblər cavanlar. Allah bazarlarını versin. Əsas odur ki, qəşəng vazlar gəlir çıxır da bazara, Sumqayıtda. Neçə bazardır gəlib gedir, bu aqva niyə satılmır? Mən başa düşmürəm. Mercedes bazarında bugün vəziyyət necədir? Dostlar, bilmək istəyənlər diqqətli olun. Bugün də satışa belə bir gözəl Mercedes satışa çıxdı. Birbaşa sahibindən. Üzərində şam disklərdir. Qeyd edeyim ki, maşın sahibi iddia edir ki, qulluq görmüş maşındır. Digər çeşkalarla səhv salmayın. Üzərində lüku var. Neçənci ildir qeyd eləyək? 99-2000 model. Kondisioneri var, işləyir. Var, işləyir. 111 motordur. Oturacaqlarda üzlükləri görürük. Sürətlər qutusu avtomatdır. Elektron avtomat. Oturacaqlar elektron. Belə bir vəziyyətdə qiymət nə olacaq? Diqqətli olun, baxın dostlar, xəbəriniz olsun. 12800-ə deyirəm, bezdetal maşındır. Vuruğu, udarı qəti yoxdur. Motor, karovka, moslu, idealdır. Təzə yığılıb. Motor karovka nədir? Motor yığılmayıb, açılmayıb hələ motoru. Hələ açılmayıb. Bəli. Baxaq, üzərində qəşəng diski, təkəri. Maraqlanan şəxslər 051 814 15 81 WhatsApp-a yazırsınız. Əgər bəyəndinsə, mütləq buyur, müraciət elə maşın sahibinə. 1.8 motordur. 111 motordur. 111 mühərrik. Motorunda, karovkasında problem yoxdur, ideal vəziyyətdədir. Qaqa bilmir, maşın satır, yoxsa kebab satır? Yaxşı olar, yaxşı olar. Biz çəkilişdəyik, ona görə nəsə, çörək yemək vaxtımız yoxdur. Əsas odur ki, maşını alıcılar gördü, kim əgər istəyirsə, təcili əlaqə saxlasın. Söhbət bu Opel Astra'dan gedir. Sahibi bir cavan oğlandır. Deyirəm, nədir məsələ, niyə görə satırsan? Bəs deyir ki, ehtiyacım var hazırda. Artıq istəyirəm bu maşından vidalaşım və yeni alıcısı gəlsin, aparsın, xeyirli sürsün. Vaz qiymətinə satışa çıxan Opel Astra. Qiymət sonda yekunda deyəcəm. Avtomobilin üzərində Western diskləri, diski təkər 1300-1400 manat eləyir elə. Və görürük pedallarda dəyişiklik olunub, oturacaqların üzükləri yığılıb. Tam ətraflı göstərək zəhmət olmasa. Avtomobildə olan bütün funksiyalar işləyir, işləkdir. Tam arxayın maşın sahibi avtomobilinə cavabdehdir. Android monitor var, sonradan quraşdırılıb. Baxmağa davam edirik. Əsl cavan malı Opel Astra. Bugün bazarda 10.000 manata təklif olunur. Bax, bəyəndinsə dərhal müraciət elə. Çünki bazarda bu dəqiqə elə bir qiymətlər tığyan eləyir ki, superdir. Kim əgər bu ayda da maşını aldı, inanın ki, utdu. Belə bir vəziyyətdə baxın. Hazır baxın. Kimə maraqlıdırsa buyursun, müraciət eləsin. Əlaqə nömrəsi qeyd eləyək. 050 369 8014 Elmardadım. 2005-ci il 1.4 mexanika. Yəni göründüyü kimi təmiz maşındır, heç bir problemi yoxdur. Kondisioneri full işlək vəziyyətdədir. Motorxanasında heç bir problemi yoxdur. Gəlib istənilən usta ilə bir yerdə gəlib yoxlatdıra bilərsiniz. Maşın göründüyü kimi cavan maşını çox gözəl saxlanılıb. Üstündə gələn 16-lıq idi, disk amma indi 17 qoyulub. Göstərin gördüyünüz kimi çox gözəl təmiz maşındır.
Yəni dosta qardaşa qismət olması bir maşındır. Maşın belə deyək də dolu vəziyyətdə satılır. Maşın sahibi qeyd eləyir ki, hər kim alacaqsa bundan sonra halallığını verir. Paylaşarsan ki, bunlar hacından ölür. Salam, hər vaxtınız xeyir olsun. Necədir vəziyyət bazarda? Əla. Gülürsüz. Maşını satmasanız da amma gülürsüz. Əsas o da gülüşünüz var da. Allah köməkdir, Allah. Opellər girib bazara, amma alıcısı hələ ki yoxdur. Günorta saatlarıdır. Vəziyib, düzüyüb, veriblər qabağa. Tankı veriblər qabağa. Maşın sahibləri gülürlər. Nədən gülürlər? Mən sizə deyim də, hamısı nədən irəli gəlir? Maşını satmayanda avtomatik olaraq, yəni bunlar əsəbdən gülürlər. Bax belə. Tofaşa marağı olan dostlar, buradasınız, onda diqqətlə izləyin. Bugün satışa maraqlı tofaşlar çıxıb, hansı ki onun birini mən sizə çəkib göstərəcəm. Ağ rəngli tofaş necədir? Yazın şərhlərdə. Bu tofaş elə belə tofaş deyil. Bilirsiniz niyə? Çünki maşın sahibi deyir, cavanlıq eləmədim. Yemədim, içmədim. Nə bilim, bütün ailəmdən oldum. Pullarımı xərclədim. Özdə nə az, nə çox? 10.000 manat. Yazın amma şərhlərdə. Sizcə 10.000 manat bu tofaşı nəyinə xərcləyib bu cavan oğlan? Gəl yaxınlar, zəhmət olmasa, səni izləyicilər tanısın. Amma deyir ki, özüm kasıb oğlanam. Nəsə deyir, bir il öncə aldım. Dedim, sürərəm bala-bala. Amma olmadı, qismət olmadı. Çünki tofaşın dərdi getdikcə böyüdü. Tofaş yeyir də, tofaş... Nə yeyir, nə içir? Tofaş özü yeyir, mənlə yeyir. Yaxşı, 10.000 manat axı sən bunu nəyinə xərclədin? De, izləyicilərimiz də bilsin. Motor yığılıbı sıfırdan, hər bir şey. Sıfırdan, baxırıq. Motor yığılıb sıfırdan. Baxın, maşın ustalarına da buradan sözüm. 2500 manat tofaşın motoruna sahibi pul xərcləyib. Nə vaxtı? 4-5 ay yox. 4-5 ay öncə. Nə qədər sürmüsən? O kərisi sürmüşəm də, 3 gündən bir çıxardı. Gecələr çıxıram mən ancaq. Aha, gecələr. Çörək qazanmağı yoxsa ova, necə? Nə bilim, gəzirəm də özüm. Ay səni cavan, sən şuluq eləmişsən bu tofaşla, bilirəm. Neçənci ildir? 2006. 2006. Nəysə, bunu buraxırıq aşağı, kapotu bağlayaq. Salonu göstərək. Motordur. Tofaşın mostu, yəni... Sıfırdan yığılıb, tofaş sıfırdan yığılıb. Mosta 1 qram səs yoxdur da, Bundan yəni. sonra alan adam nə Korobkada xərc atmağı qoyacaq? yoxdur. Gəl göstər salonu. Bundan sonra alan adam nə xərc çox qoyacaq? maqnitofon aparatura, yəni istəsə gəl, diski təkər. Oturacaq üzrü mütləq təcil lazımdır və bəzi əlavələr ola bilər. Əsas maşın xadavoydur, 1 manat xərci yoxdur. Xeyr. Əsas da odur. Tofaşın ağı tam fərqli, maraqlı olur. Gəl səni verənə şükür, gəl. Gəl. Gəl görək. Bax bu cürə alıcı gəlib. Gəl, neçənci ildir deyək? 2004? 2006. 2006. Neçə versən qardaş? 5-ə deyirəm, danışarıq. 2500 manat motoruna elə pul xərcləyib kişinin oğlu. Dəyər 5000-ə. Super. Super. Bəli. Elə siz super dedinizsə elə sizə sataq bunu. Yeri var da, deyirsiniz. Yeri var deyir, amma indi fikriniz nədir? Bax, cavan oğlan burada. Gəl, ürəkli ol, bir qəşəng qiymət deyir. Sat, canımı qutar, canımı qutar, valla. Mən istəyirəm sən kömək eləyim. Hə, təkərləri altında zəif. Disk təkər atılmalı, yəni əslində tofaşa vid vermək üçün eyni disk təkər qoyulur da, formula. Aha, indi nə bilirsən, bundan sonra ya ağsaqqal alacaq, ya da gəlib elə sənin kimi bir cavan alacaq, cavanlıq eləməyib, bu tofaşa xərcləyəcək. Hə. Hə. Neçə versən qardaş? Alıcıdır, alıcı. 4-8. Nə istəyirsən? 4-8, 100 də mənə görə keçdi. Avtomatik Yox, özlər. üstü bir şeylə fikirləşmək olar, yüngül var. Gəl bir də maşını öndən göstərək. 99 678. 4000-ə versə alaram. Neçə ilə gəlsinlər ki, bu maşını satırsınız, qapınızdan götürsünlər? 4-5 ciblərində olsun da, yəni heç olmasa burasını da Aydındır. fikirləşərik. Razısan 4-5-ə. 4000-ə versə mən alaram. Ya, əmələ gəlməz ana. Bunun cavanlığına bağışla. 4500 manat. Yekun qiymətli, kim istəyirsə əlaqə saxlasın. Əlaqə deyək. 070 693 63 23. Bir də zəhmət olmasa bura gəl. Aram de, alıcılar eşitsin. Necə? Nömrəni bir də təkrar. 070 693 63 23. Maşın harda olur? Maşın Sabunçu Nərmanov.
Kim əgər istəyirsə gəlirsiniz, dedi, qeyd olunan ünvana, qalan da sizə idi. Əsas məsələ qiymət endirimi olundu. Bir dənə ustam var, pastayanla qulluğunda o usta durur. Belə də yəni aparıb liboy bir servizə də yoxlatdıra bilərlər maşını. Yəni Biz də maşına baxmağa davam edirik. Maşın sahibi iddia edir ki, ikinci maşın kimi bu Hyundai Sonatanı sürmüşəm. Sürətlər qutusu avtomatlı, zəhmət olmasa yaxından göstərək. 4 şüşə qaldırıcı, kondisioneri, sonradan əlavə olunan Android monitoru, tam çiçək kimi maşın. Maşın sahibi necə tərifləyirsə elə də var. İnanın elə də var. Gəlin bagajı açaq göstərək. Üzərində nömrə hədiyyə gedir. 10 OT, yəni OTIDO qulluq. Yəni buna deyirlər 240-da super nömrəsi var. Mən ömrənin bəyəndim. üstündə hədiyyə verərəm. Aha, hədiyyə gedir. Bu verərəm. vəziyyətdə. Bax dostum, əgər həqiqətən də sənə də belə bir gözəl maşın lazımdırsa, gəl, maşının qiymətini deyək, gəlsin alıcı. 11.800 manat. 11.800 manat. Bəli. Amma son Saytda deyil. görə bilərsiniz bu maşını, amma qiymət bir qədər yüksəkdir. Biz artıq maşını bazara gətirmişiksə, alıcılarımız üçün qiymət Nazlı stabil xanımın olmalı. adından da gələn üçün normalni endirim olar inşallah. Endirim olacağı. Əsas odur ki, siz bu kişinin qapısına gəlin ki, İnşallah. siz bu gözəl maşının sahibi olasınız. İnşallah. Harda olur maşın gün boyu? Maşın həm rayonda olur, həm şəhərdə olur. Zəng vurarlar, harda lazımdır görüşərik. Yəni əvvəlcədən zəng eləyirsiniz, nömrə qeyd eləyək, 070 maşını da göstərək, 317 25 66. təkrar edək. Bir daha təkrar edək nömrəni. 070 317 25 66. Çox gözəldir, xanımlar üçün də qəşəng bir təklifdir. Kimə də belə bir gözəl Hyundai Sonata lazımdırsa tələsin. Çünki maşın ideal vəziyyətdədir. Yəni dediyi kimi maşın sahibinin maşın var. Bir daha göstəririk, kapotu bağlayıram. Gəl göstərək. 2.4 motordur. Çiçək Bəli, kimi maşın bəli, alışır, yanır. Maşın. İnanın danışır. Bir dənə dil ağzı olsa deyər ki, gəl götür apar da nə baxırsan. Kosmetikaya da heç bir ehtiyacı yoxdur maşının. Yəni Allah bazar versin deyir. çox sağ ol. Siz TikTok'a yerleştirirsiniz maşınları. Maşın qarajda niyə yatıb? Sahibi cavan oğlandır, yaşlı deyil, ağsaqqal deyir ki, deyim bunu aparıb qarajda saxladı. Soruşuram səbəb nədir, nəyə görə? Deyir ki, ürəyim belə istəyir ki, mən maşını, bu 07-ni qarajda xalçanın üstünə saxlayım. Səbəbkarı da yəni özüdür, indi də sahibi gətirib atıb bazara bu vəziyyətdə. İkinci maşın kimi. Maşın çox az sürülüb dostlar. Həqiqətən ilini demirik, ilini özünüz tapın. Çox ucuz və endirimli qiymətə təklif olunur. Sağ ol, bir də dinləyəcək. Yəni avtomobilin yəni nə motorunda, karobkasında, mostunda heç bir problemi yoxdur. Sadəcə yəni belə çıxmasın, təzə maşın olmaq istəyirəm, ona görə yəni dəyişdirməyi. Yenə bazarlayacağam, prosta başqa model olacaq. Ancaq qaqaş, eşitdim ki, çox ucuz qiymətə satırsan ha. Yaxından tanışalaq maşından. Bu maşının ilini deməyəcəyik dostlar, bizdən Bax, inciməyin. kanta bax, Maşına iynə gəlib kimi. yaxınlaşanda biz dedik ki, bu 2007-dir. Dedi, yox, səhvimiz var, maşın sahibi. Amma istəyirəm ki, vazdan anlayışı olan gəlsin, desin ki, bu neçənci ildir. O zaman nə olur? 07 sürənlər tapacaq, narahat olma. Onun ilini promoy dəqiq yazanlar olur. Şərhlərdə yazın. Təkələn 4-də səzə. Yazın dostlar. Salon çiçək kimi, ayaqaltı pedallar. Gəl, Hamısı yaxından göstərək. işlənilib, makintafon. Pedallara qədər bəli, dəyişiklik olunub. Sizcə bu vazın buraxılışı nədir? 2 dənə kolonka, 4 dənə təzə təkər. Puşlandı. Maşın otur sürüb maşındır. Qapılar, bagaj, hamısı Bax birdən bura, birdən bura. Bax sensordur, bax sensordur. Görsən? Gördünüz. Qulluq. Bəli, qırılan üstü, Maşının çindən yekun qarşısına alır. qiyməti sahibi desin. Yəni 4800 deyirik. Alıcı olsa söhbət eləmək olar yəni. Alıcı da ki inşallah qapınıza Bir dənə gələcək. normal qiymət deyək buna. Bir dənə normal qiymət deyək.
Yəni tezənə biz buradayıq da, yəni hər cür qiymətli olub razılaşmamışam. Çünki mən avtomobili çölə tullamaq istəmirəm. Yəni qiymətini bilirəm, qədrini bilirəm. Ona görə Bilirəm, başa düşürəm. Çünki sən əvvəldən də qeyd elədin ki, maşın qarajda saxlanılıb, xalçanın üstündə. Hər nə niyyətiniz var, inşallah satarsınız. O vaz alacaqsınız da dediniz. İnşallah o da olar. Bizdən yəni Qaqam, əlaqə xeyirli olsun nömrəsi deyək. demək. Mən çox əminəm ki, bu maşın satılacaq. 050 nömrən deyim. Bəli. 050 636 75 70. WhatsApp-ı da var nömrəni. Allah- Yəni bazarda nadir insan olar ki, ikinci əl maşını zəmanətlə verər. Yəni zəmanəti də var. Yəni servis maşınıdır, tamamilə qulluq olunub. Yəni heç bir problemi yoxdur. Real alıcı olsa 13500-ə deyirəm, daha da aşağı qiymətə verərəm. Rəhbər qutusu avtomatdır, kondisioneri var, işləyir, yay sezonuna hazırdır. Əsas da odur. Maşının belə üzərində duqası var. Parça oturacaqlardır. Ümumi salon belə görsənir. 5 yerlikdir qeyd eləyim. 2013 buraxılış. 2 motor, sadə. Neçə ildir sürürsünüz? Bir ildir sürürəm. Ondan da əvvəl yəni ailə maşını olub da, yaxın adamdan götürmüşəm. Maşın qohumda olub, düzdür? Bəli. Ümumi avtomobil bu vəziyyətdədir. Zəmanətli formada kişinin oğlu maşınını satır. Əlaqə deyək. 077 556 15 08. Kapotu bağlayırıq. Allah bazarınızı versin. Sağ olun.